Bugün Milli Qəhrəmanlar Təşkilatı Nizam rayon nümayəndələrinin ofisində Vətən müharibəsi qəhrəmanı, şəhid Vətən müharibəsi qəhrəmanı Elçin Mansurovun anası Məlikə ana qonağımız. Təbii ki, bütün şəhid anaları qonağımızdır. Amma Elçin Mansurovun anası da qonağımızdır. Vətən müharibəsi şəhidinin anası da qonağımızdır. Və bu günləri Milli Qəhrəmanlar Təşkilatı adından qəhrəmanımızın xatirəsinə düzəldilmiş medalyonu qəhrəmanımızın anasına təqdim edirik. Elçin Mansurovun xatirəsinə əsas olunmuş, Vətən müharibəsi şəhidimizin xatirəsinə əsas olunmuş medalyondur. Sağ ol, Allah səni Allah səni var eləsin. Vallahi, dəyərli oğulsan, gözəl insansan. Allah səni oğulluqdan əsk eləməsin. Allah sizləri qorusun. Yanımızda ol. Allah sizləri var eləsin. Allah hər zaman sizləri eləsin. Nə yaxşı varsınız? Sən də nə yaxşısan. Sizlər, yenə də deyirəm, qürur mənbəyimisiniz. Yəni mən bunu boğazdan yuxarı demirəm. Çünki yenə də deyirəm, Mehriban ana ilə söhbət elədiyimiz zaman da deyirəm ki, yəni bir insana münasibət bildirəndə təbii ki, onun şəhid anası olmağını nəzərə almaq lazım. Çünki onların ürəyi bir tikdən asılıdır. Onlar, təbii ki, hər biriniz, heç kim bu dünyada tutub getmir, hər kəsin dünyasını dəyişə bilər. Bizim Sadiqimizin balası buradadır, qız. Siz də xahiş edin, gəlin. Milli qəhrəman Milli qəhrəmanımız Sadiq Hüseynovun qızı. Milli qəhrəmanımız. Yəni, dünyaya gəlməmişdən atasını görməyib, şəhid olub, Şuşa Fadehi. Siz də xoş gəlmişsiniz. Yəni, Mehriban ana, yəni o şəhid anası hər kəs dünyasındadır. Amma şəhid ana oturub fikirləşir. Mənim oğlum hansı güllədən yəni dünyasında yaşayır. O güllə yarasalan o necə əzab çəkirdi. Yəni onu biraz şəhid analarına qarşı bir münasibət bildirəndə, bir onlarla söhbət edəndə, yəni o zərif nöqtəni düşünmək lazımdır. Sizlər bizim dəyərlərimizdir. Bax, bizim Eldar Xalovun anası buradadır. Uşaq vaxtı məni o qədər döyüb. Bir məhəllədə böyümüşük, Hər yanda demədi. Bəli. İndi hər yanda demirəm, harada döysə de, o qədər mənə döyüb uşaq vaxtı. Amma indi həmin Tərlan xadan Tərlan xala qalmıyor. Niyə? Çünki övladının, hər an övladının, yəni hansı əzablarla, hansı şəraitdə şəhid olduğunu düşündüzə? Evlatları o zaman 88-də qaçqın gələndə bütün uşaqları doldurdular yekə belə truba, dəmir trubalarını.